İndi isə daha ətraflı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunulub. Birgə layihələrin uğurlu icrası qeyd edilib. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələrə əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulanıb. Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı özəl sektorlarla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Bu xüsusda neft, qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab sularının axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Görüşdə Mərkəzi Asiya, Azərbaycan, Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunulub. Bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Tehran məhkəməsi sosial media fəalı Zeynəb Musəvi barədə 6 ay həbs qərarı çıxarıb. Bu haqda yerli media məlumat yayıb. O, İran şairi Əbdülqasim Firdovsinin Şahnamə əsərini tənqid etdiyinə görə cəzalandırılıb. Qeyd edək ki, bir müddət əvvəl İran məhkəmə sisteminin xəbər agentliyi olan Mizan saytı kiberməkanda İran ədəbiyyatı və poeziyasının fəxriyyələrindən biri olan Əbdülqasim Firdovsi haqqında nalayiq ifadələr işlətdiyinə görə Musəviyə qarşı cinayət işinin açıldığını bildirmişdi. Son bir həftə ərzində İran həbsxanasında 4 məhbus intihar edib. Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə sonuncu intihar hadisəsi Kərəc şəhərinin mərkəzi həbsxanasında baş verib. Bildirilib ki, narkotik maddələri qaçaqmalçılığında ittiham olunan Mehirdad Əhmədinejad özünü öldürüb. Bundan əvvəl isə Məlhayər şəhərinin mərkəzi həbsxanası, Məşədin Vəkilabad və Kərəcin Qızılhisar həbsxanasında daha 3 məhkum özünə qəsd edib. Onların barələrində saxta ittihamlarla iş açılmasına və həbsxana rəhbərliyinin təzyiqlərinə etiraz olaraq intihar etdikləri bildirilib. Qərblə danışıqlar təhdidləri dəf etmək üçün ağıllı və nəzarətli bir çərçivə daxilində qəbul ediləndir. Bunu İran rəhbəri Əli Xameneyinin ofisinin üzvü Mehdi Fəzaili deyib. O, İran liderinin danışıqlar prinsipini rədd etmədiyini vurğulayaraq müzakirələri qəbul etmək və ya rədd etmək meyarının onun məqsədi və çərçivəsi olduğunu bildirib. Fəzaili İbrahim Rəisi administrasiyası dövründə Amerika ilə dolayı danışıqların aparıldığını bildirib. Bu danışıqların Amerika ilə İsraildən artan hərbi təhdidləri kontekstində və böhranı idarə etmək, İrana qarşı psixoloji və təbliğat atmosferinin güclənməsinin qarşısını alma məqsədi ilə aparılıb. Xameneyinin danışıqlar prinsipini rədd etmədiyini vurğulayan Fəzaili bununla bağlı qərarın ölkənin maraqlarından, məqsədlərindən və təhlükəsizliyinin nə dərəcədə təmin etdiyindən asılı olduğunu bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr məsələsinin həll olunmamasının kökündə Yunanistan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu tanımaması dayanır. O, Türkiyənin adada iki xalqın sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi həll mövqeyini davam etdiyini vurğulayıb. Kipr məsələsinin bugünədək həll olunmamasının kökündə Yunanistan tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır, Ərdoğan vurğulayıb. Prezident əlavə edib ki, Türkiyə adadakı iki xalqın sülh, rifah və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi bir həllinin mümkün olduğuna dair mövqeyini qorumaqda davam edir. Türkiyə Xarici İşlər Nazirliyi Yunanistana şifahi nota verib. Bu barədə məlumatı CNN Türk yayıb. Yunanistan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarəsini paylaşaraq günün fotosu başlığı yazması Türkiyədə bir mənalı qarşılanmayıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanistana şifahi nota verdiyi bildirilir. Dəməşq bundan sonra IŞİD, İslam İnqilabı Keşikçiləri Korpusu, Həmas, Hizbullah və digər terror şəbəkəsinin qalıqları ilə mübarizədə Amerika ilə fəal əməkdaşlıq edəcək və sülhün təmin edilməsi üçün qlobal səylərdə sadiq tərəfdaş olacaq.
Suriya prezidenti Əhməd Əl-Şaranın Amerikaya səfərinə və Amerika prezidenti Donald Trumpla görüşünə toxunan Barak bunun müsbət nəticə verdiyini bildirib. Onlar qarşıdurmanı qarşılıqlı əlaqə ilə əvəz etməyin Suriyaya və onun xalqına yenilənmə üçün real şans verməyin vaxtının çatdığına dair ortaq inanclarını vurğuladılar. Barak əlavə edib ki, Suriyaya real şans verməkdə növbəti addım Sezar aktını tamamilə ləğv etməkdir və Konqresi bu tarixi addım atmağa çağırıb. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.